Son günlər dünyanın bir sıra şəhərlərində güclü leysan yağışları baş verir və bu yağışlar ciddi fəsadlar törədir. İtaliya, Türkiyə və Amerika Birləşmiş Ştatlarında yağan yağışlar nəticəsində küçələri su basıb. Bəzi ərazilərdə isə güclü sel fəsadlar törədib. İtaliyada yağan leysan yağışları yolları yararsız vəziyyətə salıb. Bəzi yerlərdə isə daşqınlar baş verib. Türkiyədə, konkret olaraq İstanbul şəhərində də güclü yağış səbəbindən küçələr su altında qalıb. Bir çox avtomobil yollarda hərəkətsiz vəziyyətə düşüb. Sürücülər çətin anlar yaşayıb. ABŞ-nin New York şəhərində də leysan yağışları həyatı iflic edib. Şəhərin müxtəlif küçələrini su basıb. Nəqliyyatın hərəkətində problemlər yaranıb. İnsanlar hərəkət etməkdə çətinlik çəkiblər. Hazırda bizim coğrafiyada da intensiv yağışların olacağı barədə proqnozlar verilir. Digər dövlətlərdə baş verən hadisələrə baxanda bilmək olur ki, təbii fəlakət heç də qarşısı asan alınacaq məsələ deyil. Nə hansısa texnika, nə də qurğu təbiətin şıltaqlıqlarına güc gələ bilməz.